Salam mənim əziz izləyicilərim. Bu günləri mən orucluq ayıdır və uşaqların sevimlisi, eləcə də mənim ən çox sevdiyim simiti, Osmanlı mətbəxinin simitini hazırladım. Qeyd edim ki, resept eyni qayda ilə türklərin şeflərinin qaydası ilə hazırladım. Öncə deyim ki, mən 7 ədəd hazırladım və ərzaqlarımı ona uyğun seçdim. 2 stəkan un, 2 çay qaşığı maya, 1 çay qaşığı duz, 2 çay qaşığı şəkər tozu əlavə edib, üzərinə ilıq su əlavə edib xəmiri yoğurdum. Xəmir çox yumuşaq, qulaq məməciyi kimi olur. Sonra onu qoyuram, hardasa 1 saat gəlməyə. O vaxta kimi isə mən şərbətini hazırlayıram. Porsiya az olduğuna görə mən yarı armud stəkanı bəhməz, yəni doşab, yarı stəkanı su ilə açdım. 1 xörək qaşığı un əlavə elədim ki, batıranda yapışmasın və kənara qoydum. Xəmirim gəldikdən sonra isə onun əlimdə 2-3 qat əlavə ovuca gətirib, qatdalayıb, xəmiri bir daha yoğurdum və balaca kündələr elədim. Kündələrin ikisini əlimin içi ilə uzunsov şəkildə açdım və baş hissələrini birləşdirib, havada onları fırlayıb, hörük formasına gətirdim və uclarını birləşdirib bir daha əlimlə yoğurdum. Daha sonra isə mən hazırlayıb qutardıqdan sonra biraz da 10 dəqiqə özünü tutur və başlayıram şərbətinə salmağa. Şərbətə saldıqda isə süzgəc vasitəsilə götürürük. Bir balaca süzgəcdə oynadırıq və təkrar salıb, bir daha süzgəcə salıb suyu tam çəkildikdən sonra isə küncüdə batırıq. Qeyd edim ki, mən burada həm qara, həm ağ küncüd istifadə elədim. Çünki hər ikisini də sevirəm. Birini isə tam qara küncüd elədim, kalka saldım listimə və üzərinə əlavə edib 200-220 dərəcə sobada 20 dəqiqə pişirib. Qeyd edim ki, dadı möhtəşəm, qatı möhtəşəm, yumuşaq, üstü xırt-xırtılı, eyni satılan əsl simitlərin dadını verdi. Kanalıma abunə olmağı unutmayın, like'larınızı gözləyirəm. Hazırlayın, ev şəraitində, sözsüz ki, ev şəraitində hazırlanan hər bir şey keyfiyyətli və dadlı olur. Nuş olsun, Allah orucunuzu qəbul eləsin. Bu həm uşaqların sevimlisidir, həm böyüklərin, həm səhər yeməyində, savurda çox köməyinizə çatacaq. Nuş olsun, göz haqqınızı halal edin.